Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil li veliyyikel fərəc. Bugündən etibarən Allahın lütf və mərhəməti ilə fars dilindən əsas dərslərimizə başlayırıq. Giriş videosunda qeyd etdiyimiz kimi bu kitab dili praktiki yolla, yəni daha çox təkrarlama və işlətmə üsulu ilə öyrədir. Buna görə də kitabda qrammatik izahlar, həmçinin hərflərlə bağlı ətraflı bəhsə geniş yer ayrılmıyor. Lakin bizim dərslərimiz distant təhsil üsulu ilə, yəni qeyri-hüzuri video görüntü şəklində olduğu üçün və biz tələbələrlə canlı ünsiyyət qura bilmədiyimizə görə məcburən bu izahları ayrı mənbələrdən gətirəcəyik ki, tələbələr dərsi daha yaxşı anlaya bilsin və qaydaları düzgün tətbiq edə bilsinlər. Kitabın səhifələrinə keçməzdən öncə bir neçə dərsimizi hərflər mövzusuna ixtisaslandırırıq. İlk öncə gəlin fars əlifbasının bir neçə əhəmiyyətli xüsusiyyətinə işarə edək. Birinci xüsusiyyət fars dili əlifbasında yazı istiqamətidir. Fars əlifbası ilə yazı bizim dilimizdən fərqli olaraq sağdan sola doğru yazılır. Həmçinin dəftər və kitablar da sağdan sola başlayır. Amma biz öz dilimizdə yazını soldan sağa yazırıq və kitab dəftəri də soldan sağa başlayırıq. Amma fars dilində bunun əksidir. İkinci xüsusiyyət hərflərin yazılış formasıdır. Hərflər sözdəki yerindən ayrılıqda, əvvəldə, ortada və sonda işlənmə yerindən asılı olaraq fərqli qrafik formalar ala bilirlər. Yəni, fərqli şəkillərdə yazıla bilirlər. Bəzi hərflər sözün harasında yazılsalar da bir qrafik şəkilləri var, bəzilərinin 2, bəzilərinin isə 4 qrafik şəkli olur. Üçüncü xüsusiyyət böyük və kiçik hərf məsələsidir. Fars dilində böyük və kiçik hərf məsələsi yoxdur. Həm xüsusi, həm də ümumi isimlərdə baş hərflər böyük hərflərlə yazılmır. Bütün sözlər eyni bir qaydada yazılırlar. Dördüncü xüsusiyyət budur ki, fars dilində ərəb dilindən fərqli olaraq, məsələn, zal, z, zad və za hərfləri z səsini ifadə edir. Yəni, 4 fərqli yazılışda olan hərflər sadəcə bir səs ifadə edir. Amma ərəb dilində bu 4 hərfin hər birinin özünün xüsusi hərf məxrəci vardır ki, öz xüsusi hərf məxrəcindən çıxır və ayrı-ayrı səslərə malikdirlər ki, təcvid dərsi və yaxud Quran əlifbası bilənlər bu məsələni bilirlər. Və yaxud sad, sin, s hərfləri. Bunlar da bu cürdür. Üçü də adi s səsini ifadə edir. Ehtiyac yoxdur, birini pəltək s, digəri adi s, üçüncüsü qalın s kimi tələffüz edilsin. Bəs fars dilində bu hərflər ərəbcədəki kimi fərqlənmirlər. Azərbaycan dilindəki kimi eyni səslə tələffüz olunurlar. Yəni, müxtəlif formada yazılsalar da sadəcə bir səsi ifadə edirlər. İndi gələk hərflərin adlarına və ayrılıqda olan yazı şəklinə. Fars dili əlifbası 32 hərfdən ibarətdir və bunlardır. Əlif, B, P, T, S, Cim, Ç, H, X, Dal, Zal, R, Z, J, Sin, Şin, Sad, Zad, Ta, Za, Eyn, G'eyn, F, Qaf, Kaf, qaf və yaxud caf, lam, mim, nun,
vav, h, y. Bunlar fars dili əlifbasının adları və yazı şəkli idi. İndi isə hərflərin geniş izahı bəhsinə başlayırıq. Yaxşı, bəs hərflərin geniş izahında biz nəyi öyrənirik? Deməli, bu bəhsdə hərflərin sözün müxtəlif yerlərində hansı formada yazıldığını, həmçinin hansı səsləri ifadə etdiyini öyrənəcəyik. Dedik ki, ilk hərfimiz əlif hərfidir. Əvvəlcə bu hərfin işlənmə məqamlarındakı, yəni sözün müxtəlif yerlərində əlif hərfinin yazı şəklini qeyd edək. Daha sonra isə hansı səsləri ifadə etdiyinə baxaq. Bu hərf yalnız özündən əvvəldə gələn hərflərlə bitişik yazıla bilir, özündən sonra gələn hərflərlə isə bitişmir. Yəni, özündən sağa birləşir, özündən sola isə birləşmir. Buna görə də bu hərf həm ayrılıqda, həm sözün əvvəli, ortası və sonunda sadəcə bir qrafik şəkildə yazılır. İndi ekrana gələn cədvəldə bu 4 məqamda tənhalıqda, həmçinin sözün əvvəli, ortası və sonunda bu hərfin yazı şəklini görürük. Dediyimiz kimi, sadəcə özündən sağa birləşə bildiyi üçün sözün bütün hissələrində bu hərf ancaq bir qrafik şəkildə yazılır. Yaxşı, bəs əlif hərfi hansı səsi ifadə edir? Əlif hərfi söz tərkibində işlənmə yerindən asılı olaraq A, E, Ə və O səslərini ifadə edir. Yəni, biz baxırıq, əlif hərfi sözün harasında işlənib. Əvvəlindədir, ortasındadır, yoxsa sonunda. Bəs işlənmə yerindən asılı olaraq A, E, Ə və O səslərini ifadə edir. Mümkündür sözün əvvəlində ifadə etdiyi bəzi səsləri sözün ortasında və sonunda ifadə etməsin. Baxaq görək, bu necə olur? Məsələn, sözlərin əvvəlində gələn A səsi, yəni əgər sözün əvvəlində əlif hərfi ilə A səsini ifadə etmək istəsək, əlif və onun üstünə mədd adlanan işarə qoymaqla ifadə etməliyik. Yəni, sözlərin əvvəlində A səsi məddli əliflə ifadə olunur. Misallara diqqət edək. Azərbaycan. Azərbaycan sözündə kimi, yəni Azərbaycan sözündə görsəz, sözün əvvəlində A səsi məddli əliflə ifadə olunurdu. Bu misallarda həm əlif hərfinin sözün müxtəlif yerlərində necə yazıldığını görürsünüz, həm də müxtəlif mövqelərdə ifadə etdiyi səsləri bilirsiniz. Sözlərin ortasında və axırında gələn A səsi isə sadəcə olaraq adi əliflə ifadə edilir. Yəni, sözlərin ortasında A saiti üçün əlif hərfinin üzərinə mədd işarəsi qoymaq lazım deyil. Bunu da qeyd edək ki, A səsi fars dilində bir qayda olaraq uzun tələffüz olunur. Misala diqqət edək. Baba. Ata mənasındadır baba kəlməsi. Biz baba kəlməsini baba yox, baba kimi tələffüz eləyirik. Yəni, sözün ortasında və sonunda gələn A səsi uzun tələffüz olunur. Bəzən az və istisna hallarda sözün ortasında A səsi məddli əliflə ifadə olunur. Bu da çox az və nadir hallarda baş verir. Məsələn, Qur'an sözündəki kimi ki, Qur'an mənasındadır. Bu qeyd etdiklərimiz əlif hərfinin sözün hansı hissəsində A səsi ifadə etməsi idi. Biz qeyd elədik ki, sözün əvvəlində məddli əliflə A səsi ifadə olunur. Sözlərin ortasında və sonunda isə A səsi sadə əliflə ifadə olunur. Amma bu hərf, yəni əlif hərfi Ə, E və O səslərini ancaq sözün əvvəlində ifadə edə bilir. Özdə bu səsləri ifadə edərkən əlif öz sadə şəklində yazılır. Bəs sözün ortasında bu hərf heç vaxt Ə, E və O səsi ifadə etmir. Yaxşı, bəs hansı səsi ifadə edir? Əhsən, A səsi.
Bəli, çünki biz qeyd etdik ki, sözün ortasında və sonunda əlif hərfi uzun A səsi ifadə edir. Misallara diqqət eləyək. Ənar, nar mənasındadır. Estəkan, stəkan mənasındadır. Otu, ütü mənasındadır. Baxsaz, bu hərflərdə ənar kəlməsində əlif hərfi ə səsi ifadə elədi. Estəkan kəlməsində e səsi ifadə elədi. Və otu kəlməsində o səsi ifadə elədi. Bəs bu üç misalda əlif hərfi sözün əvvəlində ə, e və o səslərini ifadə etdi. Əlbəttə, əlif hərfi bu səsləri qısa səslərin, yəni hərəkələrin köməyi ilə ifadə edir. Bu hərəkələr yazı təliminin ilkin mərhələsində hərflərin üzərində yazılır, amma daha sonra heç vaxt yazı məqamında bu hərəkələr istifadə olunmur. Məsələn, mən özüm uşaqlar üçün 1-ci sinif fars dili kitablarında yazıda hərəkələrin işlənməsini görmüşəm, amma növbəti siniflərdə, məsələn 2-ci sinifdə, 3-cü sinifdə artıq hərəkələr işlənmir. Biz də heç zaman yazıda hərəkələri görməyəcəyik. İnşallah hərəkələr barədə izahımız da növbəti dərsə qalır. İnşallah növbəti dərsdə hərəkələr barədə izah verəcəyik. Sual edə bilərsiniz ki, əlif hərfi sözün əvvəlində gələndə onu ə, o, e kimi tələffüz edəcəyimizi hardan biləcəyik? Cavab budur ki, bunu əzbərləmə yolu ilə biləcəyik. Məsələn, yuxarıda misalda biz ənar kəlməsini dedik. Siz bu kəlməni əzbərləyəndən sonra heç vaxt onu onar və yaxud enar kimi oxumayacaqsınız. Elə həmişə ənar kimi tələffüz edəcəksiniz. Bəs biz bu kəlmələrin, daha doğrusu əlif hərfinin sözün əvvəlində ə, e yoxsa o səsi verməsini əzbərləmə yolu ilə biləcəyik. İkinci hərfimiz fars dilində B hərfidir. Bu hərf B səsini ifadə eləyir. Yazıda həm özündən əvvəl gələn, həm də özündən sonra gələn hərflərlə bitişik yazıla bilir. Yəni, həm özündən sağa birləşir, həm də özündən sola birləşir. Sözün müxtəlif yerlərində yalnız 2 qrafik şəkildə yazılır. Biz dedik, əlif hərfi 1 qrafik şəkildə, B hərfi isə 2 qrafik şəkildə yazılır. Cədvəldə sözün əvvəlində, ortasında, sonunda və tənhalıqda yazıldığı qrafik şəkili görə bilirsiniz. Həmçinin indi qeyd edəcəyimiz misallarda da B hərfinin sözün müxtəlif yerlərində necə yazıldığını görə bilirsiniz. Əvvəldə, ortada və sonda. Birinci misalımız bərg, yarpaq mənasındadır. Bərg. İkinci misal ənbə, mango mənasındadır. Mango meyvəsi, ənbə. Üçüncü misal əsb, at mənasındadır. Bəs bərk kəlməsində sözün əvvəlində, ənbə kəlməsində sözün ortasında və əsb kəlməsində sözün sonunda B hərfinin necə yazıldığını görə bilirsiniz. Növbəti hərfimiz, üçüncü hərfimiz P hərfidir. Bu hərf P səsini ifadə eləyir. Həmçinin bu hərfdə B hərfi kimi həm özündən əvvəl, həm də özündən sonra gələn hərflərlə bitişik yazıla bilir. Bu hərfində B hərfi kimi 2 qrafik şəkli vardır. Cədvəldə sözün müxtəlif yerlərində necə yazıldığını görə bilirsiniz. Sözün əvvəlində, ortasında, sonunda və tənhalıqda. Misallara diqqət edək. Pərçəm, bayraq mənasında, pərçəm. Sepər, qalxan mənasında. Pomp, nasos mənasında. Birinci kəlmədə sözün əvvəlində, ikinci kəlmədə sözün ortasında və üçüncü kəlmədə sözün sonunda P hərfinin necə yazıldığını görə bildiniz. Dördüncü hərfimiz T hərfidir fars dilində. Bu hərf T səsini ifadə edir. Həm özündən əvvəl, həm də özündən sonra gələn hərflərlə bitişik yazıla bilir bu hərfdə. Yəni özündən sağa da birləşir, özündən sol tərəfə də birləşir. Bu hərfin də həmçinin 2 qrafik şəkli vardır. Və cədvəldə sözün müxtəlif yerlərində necə yazıldığını görə bilirsiniz. Sözün əvvəlində, ortasında, sonunda və tənhalıqda. Misallara diqqət edək. Birinci kəlməmiz tərazu. Tərazu tərəzi mənasındadır. Çətr, çətr
çətir mənasındadır. Dəst əl mənasında. Dəst əl deməkdir. Burada da həmçinin T hərfinin sözün əvvəlində, birinci kəlmədə sözün əvvəlində, ikinci kəlmədə sözün ortasında və üçüncü kəlmədə sözün sonunda necə yazıldığını görə bildiniz. Beşinci hərf S hərfidir. Bu hərf S səsini ifadə edir. Bu hərf də həmçinin digər hərflər kimi özündən əvvəl və sonra gələn hərflərlə bitişik yazıla bilir. 2 qrafik şəkli vardır. Bu hərfin də cədvəldə sözün müxtəlif yerlərində necə yazıldığını görürsünüz. Sözün əvvəlində, ortasında və sonunda və həmçinin tənhalıqda. Misallara diqqət edək. Birinci misal servətmənd, varlı, dövlətli mənasındadır. Ləse, diş əti mənasındadır və sols, 1/3 mənasındadır. Bu misallarda da S hərfinin birinci misalda sözün əvvəlində necə yazıldığını, ikinci misalda sözün ortasında və üçüncü misalda sözün sonunda necə yazıldığını görə bildiniz. Bugünkü dərsimiz bu qədər və axiru davana enilhamdülillahi rabbil alamin.